Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün hədəf kurslarında növbəti buraxılış sınav imtahanı keçirildi. Buraxılış imtahanı 3. Bugün onun izahını verəcəm 9-cu sinif üzrə, digər fənlər üzrə də, digər siniflər üzrə də daha doğrusu yerləşdiriləcək kanala baxa bilərsiniz. Videonun aşağı hissəsində PDF formasını link vasitəsilə yerləşdirəcəm. Linkə daxil olub hər üç fənni, həm ingilis, həm riyaziyyat, həm də Azərbaycan dilini əldə edə bilərsiniz. Eləcə də listeningin də linkini yerləşdirəcəm, oradan əldə edə bilərsiniz. Kanala abunə olmağı da unutmuruq. Birinci listeningdən başlayırıq. Listeningimiz nə haqqındaydı? Efiopiyada yerləşən böyük bir sədd haqqındaydı ki, Afrikanın ən böyük səddi idi. Elə burada A bəndi olur. The Grand Ethiopia Renaissance Dam. Yəni Efiopiyanın böyük səddi. İntibah, Renaissance intibah deməkdir. Cavabımız bir də A bəndidir. 2-də How long did it take to build a dam? Yəni bəndi tikməyə nə qədər vaxt gedibdi? Orada 14 years deyirdi. Yəni 14 il. 40 yox, 14 years. B bəndi. Davam edirik. 3-də Many families without power cümlənin ardını tamamlamalıyıq. Yəni gücə sahib olmayan, gücü olmayan ailələr ümid edirdilər həyatlarının yaxşılaşacağına. Cavabımız Y bəndidir. Hope their lives will improve. 4-də true false deyir. Baxaq görək. Egypt and Sudan are worried. Eyni ilə deyirdi bu cümləni. Yəni Sudan və Misir narahat idi bu məsələ ilə bağlı. 2-də The dam can produce small amounts demirdi orada. Huge amounts deyirdi. Yəni 2-də false-dur. The tension between the countries continues. Bu düzdür. Hər ölkələr arasında gərginlik davam edirdi. Bu ölkələrdən gedir. Misir və Sudan. Söhbət bu ölkədən gedir. 4-də The dam could cut the water from the Nile, especially in rainy days demirdi orada. Dry times deyirdi. Yəni bu false-dur. Qısa mətnlərimizə baxırıq. The music club will take new members this month. Yəni musiqi klubu bu ay yeni üzvlər qəbul edəcək. Meetings are every Wednesday after lessons. Hər üçüncü gün dərsdən sonra dizaslar olacaq. Deməli, students who like singing or playing instruments can join. Yəni mahnı oxumağı və yaxud da musiqi alətində ifa eləməyi sevən şagirdlər, tələbələr qatıla bilərlər. Meetings are held at the weekends. Həftə sonu deyildi, 3-cü gün idi. Only singers can apply. Yalnız müğənnilər deyil, şagirdlər kim oxumağı sevirsə qatıla bilər. New members will accepted this month. Bu ay yeni üzvlər qəbul olunacaq demişdi onsuz da elə birinci cümlədə. C bəndidir 5-də. 6-da Hi Cavidan, I cannot practice volleyball today. Bu günləri voleybol məşqinə qatıla bilməyəcəm. My ankle hurts. Dizim zədələnibdir. So I need to rest. İstirahat eləməyə ehtiyacım var ona görə də. Please let the coach know. Zəhmət olmasa məşqçiyə bildirərsən. Şeyla. Bunu Şeyla deyirdi. Cavidan won't attend the lesson. Cavidan dərsdə iştirak eləməyəcək yox. Şeyla iştirak eləyə bilməyəcək. Şeyla cannot join practice. B bəndi düzdür. Şeyla məşqə qatıla bilməyəcək. 7-də The school photography club will organize a trip to the mountain on Saturday. Yəni 6-cı gün məktəb fotoqraf klubu bir dağ səyahətinə qatılacaq, iştirak edəcək. Only students who sign up before Thursday can join. 4-cü gündən əvvəl qeydiyyatdan keçənlər qoşula bilərlər deyir. Everyone can join without signing up. Qeydiyyatdan keçmədən hər kəs qoşula bilməz. Burada bilər deyir. The trip is planned for Thursday. Yəni 4-cü günə planlanmayıb, 6-cı günə planlanıbdır. Parents must attend the trip. Valideynlər iştirak edəməz, yalnız şagirdlər, only students deyil. The trip is cancelled. Səyahət ləğv olunmuyubdur. Registration must be completed till Thursday. 4-cü günə qədər tamamlanmalıdır qeydiyyat. Bu düzdür. Niyə bəndə olur cavabımız? Böyük mətndən davam edirik. Cinnamon, darçın deməkdir. Is one of the oldest, most widely used spices in the world. Dünyada ən çox istifadə edilən ədviyyatlardan biridir. Ən qədim, daha doğrusu, ədviyyatlardan biridir. It's made from the inner bark of the cinnamon tree that has a pleasant, slightly sweet smell. O, darçın ağacının qabığından, iç hissəsinin qabığından hazırlanır və yumşaq iyi var deyir, zövq verici iyi var.
For centuries, people have used cinnamon not only in food, but also for medical purposes. Əsrlər boyunca insanlar onu təkcə yemək üçün qidada yox, həm də tibbi məqsədlərlə istifadə edib. Qısaca mətnimiz nə haqqındadır? A useful spice. Faydalı bir ədviyyat haqqındadır. Cinnamon, yəni darçın haqqındadır. Cinnamon is made from the leaves of the trees. Ağacın yarpağından yox, dedik, qabıq hissəsindən hazırlanırdı. It was cheap and very easy to find in the past. Keçmişdə tapmaq asan idi və ucuz idi. Burada deyir ki, was rare, nadir idi və bahalı idi. Bu səhvdir. Cinnamon is created in modern days. Müasir zamanda yaranmayıb. Onu əsrlər boyu insanlar istifadə ediblər. Gold was more valuable than cinnamon in the past. Keçmişdə qızıl cinnamondan daha dəyərli, yəni darçından daha dəyərli deyildi. Burada deyir ki, was considered more valuable than gold. Yəni o qızıldan daha dəyərli idi. Cinnamon has a nice aroma. Yəni cinnamonun, darçının gözəl bir qoxusu, aroması var. Burada deyir pleasant, slightly sweet smell. 10-cu sualda where has cinnamon be used? Harda istifadə olunur dedik. Only in health problems. Yalnız sağlamlıq problemlərində yox, həm də yeməkdə istifadə olunur. Məsələn, burada yemək, clauses demir mətndə. Bir də treating disease, xəstəlikləri müalicə eləmək üçün 2-4 olur B bəndi. 11-də düz olanı istəyir. This spice was hard to find and cost a lot of money. Yəni, was deyilsə bu keçmiş zamandadır. Yəni, keçmişdə qiyməti baha idi və tapmaq çətin idi. Bunu onsuz da göstərdim. Bax, was rare, nadir idi, bir də expensive. Bir düzdür. Regular use of cinnamon can support to control sugar level in the blood. Yəni, qanda şəkər səviyyəsini kontrolda, nəzarətdə saxlamağı dəstəkləyir, müntəzəm istifadəsi. Regular, müntəzəm deməkdir. Bax, burada deyir ki, scientists have also studied this spice and it may help control blood sugar level if used in small and regular amounts. Yəni, sən müəyyən miqdarda və az istifadə eləsən, qanda şəkər miqdarını balansda saxlaya bilərsən. 1-2 burada yəni düz olacaq. Using too much cinnamon in meals and drinks is very useful deyildi. Zərərli idi, həddindən artıq istifadə eləmək. No impact on any disease. Heç bir xəstəliyə təsiri yoxdur. Bu da səhvdir. 1-2-dir, cavabımız A bəndi. 12-də bizdən səhvləri istəyir. For centuries. Bu düzüydü. Bu düzüydü. Bizdən səhvi istəyir. Doctors suggest using very large. Large deyildi. Small idi. Burada small'dur. 2 səhv idi. Bu düzüydü. 2-4. 1-4 yox, 2-4. Devam edirik. 13-də. Choose a correct line of adjectives. Yəni, sifətlər zərgəsini seçdir. Health, sağlamlıq deməkdir, isimdir, bunu çıxıram. B bəndi düzdür, serious, ciddi, sad, qəmgin, poor, yoxsul, impolite, nəzakətsiz, bunlar hamısı sifətdir. Burada care, qayğı deməkdir, attention, diqqət deməkdir, bunlar isimdir. Strength, güc deməkdir, isimdir. Discovery, kəşf deməkdir, bu da isimdir. Cavabımız olur B bəndi. 14-də Sheriff studies of all the students, yəni bütün uşaqlardan daha yaxşı. Of all üstünlük dərəcəsinin göstəricisidir. Sadəcə bura zərf qoymalıyıq. Yəni ki, burada cavabımız A veriblər, amma bir dənə önəmli qeyd deyək. Zərfin üstünlüyü bəzən Z ilə işlənə bilir. Nə zaman? Əgər mən konkret yer, məkan verirəmsə, məsələn, bütün uşaqlardan, xüsusilə də of all gələndə, bu əslində üstünlüyü biz burada Z ilə verməliyik. Burada əslində cavab Z-də olmalıdır. Yəni, bunlar standart qaydanı nəzərdə tutub ki, biz zərfin üstünlüyündə Z işlətmirik, ona görə cavab A olmalıdır. Amma dediyim kimi, qaydaya görə əgər mən zərfi üstünlük dərəcəsində özündən sonra yer, məkan qoyuramsa, yer, məkan anlayışı qoyuramsa, of oldu, indi və s. qoyuramsa, o zaman Z qoya bilirəm zərfin önünə. Burada cavab A çıxacaq böyük ehtimalla. Amma dediyim kimi, əslində burada CD variantları daha doğrudur. 15-də. Burada zaman testidir. Uzlaşmaya baxsaq kifayətdir. Burada elə A bəndi düz olacaq. Was writing when təcrübə keçmiş sadə zamandadır. Bu indiki davam edicidir. Daha doğrusu was writing keçmiş davam edicidir. When keçmiş sadə. B-də indiki davam edici keçmiş sadə uzlaşmır. Sonra keçmiş sadə, indiki sadə uzlaşmır. İndiki sadə, indiki davam edici qoya bilərik. Sadəcə
Məna baxımından düz gəlməyəcək. I write a letter when the light is going on. Bunların yerləri dəyişik yazılıbdır. When-in sağ tərəfini biz nədə qoymalıyıq? Sadə zamanda qoymalıyıq. Digər tərəfi biz davam edicidə qoya bilərik. Burada zaten light üçün şəxsin təkidi goes olmalıydı. Cavabımız olur A bəndi. 16-da now verib, now indiki davam edici zaman zərfidir. İndiki davam edici zaman hardadır burada? Əmizar üstü ING ilə düzəlir, D bəndi. 17-də my husband is with money zəmmi, zəmm müqayisənin göstəricisidir. Müqayisə burada hardadır? Y bəndində, more careful. 18-də the train to Oxford 10 minutes ago deyir. Ago keçmiş sadə zaman zərfidir. Burada keçmiş sadə zaman C bəndində verilibdir. Arrived. Qaydalı feillərin keçmiş sadə zamanda id ilə düzəldirik. 19. Qaydasız feillər istəyir bizdən. Taste qaydalıdır. Sonra give, gave olur, speak, spoke olur, tell, told olur, make də made olur. Bunlar qaydasızdır B bəndində. Park qaydalı feildir, allow qaydalı feildir. Həmçinin burada da open qaydalı feildir. Cavabımız olur B bəndi. 20-ci sualda əmr cümləsindən sonraki cümləni biz ya indiki davam edicidə ya da indiki bitmişdə verə bilərik. Burada da veriblər indiki davam edici zamanı is drawing C bəndi. Bu sual tez-tez imtahana düşür. Buna diqqətli olun. 21-də that house cost a lot of money. Bu evin qiyməti çoxdur. Çoxdursa o necədir? Bahadır. Expensive. 22-də we at the restaurant because it clean deyir. Burada yeni şəkildə bir cümlənin hər ikisini xəbərlərini qoyub tərcümə eləməliyik. Amma zamanı uzlaşdırmaq mütləqdir. Məsələn, didn't eat, yemədi, it's clean, o təmizdir, yox, təmiz idi və yaxud da təmiz deyildi deyirik. Yemədiysə təmiz deyildi. Zaman uzlaşmasına da fikir verirsiniz. Yenə burada zaman uzlaşmasına fikir verin. Ate keçmiş, it is indiki uzlaşmır. D bəndi düzdür, ikisi keçmiş sadədir. We didn't eat at the restaurant. Bu restoranda yemək yemədik because it wasn't clean. Təmiz deyildi. Yəni burada uzlaşmır. Cavabımız D'dir. 23-də they aren't famous people here but it's a nice place deyir. Burada isim veriblərsə araya sifət girə bilər. İsim veriblərsə törəmələri çıxırıq. Törəmədən sonra isim gəlməz. Cümlə inkardadırsa samın onu çıxarıq. Cavab olur yəni A bəndi. 24-də opals are very, deməli, very adi dərəcənin göstəricisidir. To be də link verbdir. Burada sifət gəlməlidir. Sifət adi dərəcədə. Müqayisə və zərfləri çıxıram. İkinci tərəfdə də more hard deyə bir şey yoxdur. Hard sözü dərəcəyə düşəndə təkicalıdır. R-lə düşür. Hard olmalıdır. Heç burada zən də yoxdur. Ona görə cavabımız olur nə? A bəndi. 25-də the phrase is to lift. Deməli, burada diqqət eləyin. To be link verbdir, sifət gəlməlidir. Amma sifəti, bura sifət yazacağım. Amma sifəti təyin eləmək üçün qabağına zərf qoyuram. Bir dənə enough zərfi sifətdən sonra gəlir. Too heavy düzdür. Heavy, enough. Birinci sifət gəlir, sonra enough gəlir. Bu da düzdür. Enough heavy olmur. Enoughdan sonra isim gəlir. Əvvəl amma sifət zərf gəlir. Heavy very olmur, very heavy olur. Digər zərflər amma sifəti qarşısında gəlib təyin edir. Ona görə burada cavabımız 1-2-dir. Bu da oldu bizim 9-cu sinifin izahı. Kanala abunə olmağı unutmuruq. Hər birinizə uğurlar.